Değerli dostlar, gördüğümüz bakın Heydər Əliyev prospektidir. Solumuzda Avpark yaşayış kompleksi, Bazar Store. Əsas prospekt yoldan 50 metr məsafədə, əsas prospekt yoldan 50 metr məsafədə 3 otaqlı kupçalı ev. Ucuz bir qiymətə değerli dostlar. Hər dəfə bizə bu prospekt yola yaxın məsafədə ev axtardığınızı deyirdiniz. Bax, həmən evin çəkilişinə gedirik hal-hazırda. Gedək evdən çəkilişə davam eləyərik. Gəldik, çatdıq evə. Söhbət baxın bu evdən gedir. Yol kənarı, prospekt yolunun kənarı, parkın 50 metr məsafəsində 3 otaqlı kupçalı ev. Qoşalaşdı, şəxsi tikili bir evdir. Qiymət də bugünkü gündə 69.500 manat təyin olunub. Real alan dostumuz gəlsin, ev sahibi ilə qiymət danışıq əsnasında yenə də müzakirə edilə bilər. 69.500 manata prospekt yolun 50 metr məsafədə, parkın 50 metr məsafəsində kupçalı 3 otaqlı bir ev. Çəkilişə qonaq otağından başlamışam. Gəlin həmişə adətimiz üzrə evlə ətraflı tanış olaq. Demək, qonaq otağıdır. Uzun illərin tikilisidir. Təmir və bərpa işləri aparılıb və satışa təklif olunur. Geniş işıqlı bir qonaq otağı var. Qiymət 69.500 manat. Dəhliz sahəsidir. Bu formada dəhliz sahəsi var. Əsas giriş qapısıdır gördüyümüz. Əsas qapıdan evə daxil olduqda bu formada dəhliz sahəsi. Bütün otaqlar dəhliz vasitəsilə bölünür. Gəlin sağdan davam eləyək. Sanitar qovşaqdır. Qaz, su, işıq, bütün kanallar ərazidə fasiləsizdir. Mərkəzi kanalizasiya sisteminə qoşulub. Sağdan davam edirik. Burada evin qonaq otağı, mətbəx mebeli var, kombisi var, müəyyən şəraitlər var ki, yaradılıb. Sağdan davam eləyək. Burada digər uşaqlar üçün nəzərdə tutulmuş yataq otağı. Qiymət 69.500 manat. Xırdalan şəhərində Avpark yaşayış kompleksinə 50 metr məsafədə. Prospekt yoldan 50 metr məsafədə kupçalı 3 otaqlı ev. Burada isə digər otaq və burada isə qonaq otağı. Elə ilk başda bu otaqdan çəkilişə başlamışdıq. Gəlin kiçik bir həyəti də var. Həyəti ilə də tanış olaq, videonu yekunlaşdıraq. Baxın, bu formada həyəti var. Yerdən 5 daş kürsülü, kupçalı 3 otaqlı bir ev. Ev bundan ibarətdir. Ətraflı məlumat üçün əlaqə saxlayın. Sağ olun, salamat qalın.